Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve tevelles salihin. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Ve sallallahu aleyhi ve sellem salaten ve selamen daimeyn mutelazimeyn ila yevmiddin. Allahümme enfa'ni bima allamtana ve allimni ma yenfa'uni ve zidni ilme. Yeni bir kitap açıldı, yeni kitap başlayırıq. Kitabul Hayd, Heyz kitabı. Qusul kitabından qurtardıq, artıq nəyə başlayırıq? Heyz kitabına. Bu haqda Allah Subhanahu wa Taala buyurur: "Və yes'alunaka anil mahid." Qul huve əzə. Səndən heyz haqqında soruşsalar. Əsas qayə budur. Yəni ki, Quranda heyz nədir? Keçən bir məsələdir. Qavlu rahimehullah Kitabul Hayd. Allah rəhm etsin. Buxari rahimehullah belə bir kitab açıb. Hayd nəyin məsdəridir? Hədə feilinin məsdəridir. Hədə yahidu haydan və yaxud da haydun və yaxud da haydun. Yəni bu o deməkdir nədir? Bu məsdərlər, yəni ki, heyz deməkdir. Heyz yəni qadında baş verən hansı ki qanaxmadır. Ayın əvvəllərində olduğu üçün buna aybaşı deyirlər. Ayın əvvəllərində olduğu üçün. 3 gündən 15 gün ərzində baş verir. Aleykümselam və rəhmətullah. Demək 3 gündən 15 gün ərzində baş verir. Və təsmiyyətu mə yaxrucu minəl mər'ati min dəmi haydən münəsibən tamamən iştiqaqil lüğaviyyə vəl haydu dəmu təbiiyyəti və cibillə və leysə dəmən aridən və lə nətəcən və yaxud da nətəcən səbəb. Yəni bu qan damar qanı deyil. Damar qanı deyil. Biz anlamaq lazım ki, heyz qanı damar qanı deyil, nə də nifas qanı damar qanı deyil. Bu xüsusi bir şeydir ki, qadın ondan təmizlənir. Nifas qanı isə uşaq dünyaya gəldikdən sonra baş verir. 15 gündən 40 gün arasında bu çəkə bilir. Üçüncü odur ki, o da istiyazə qanı deyirlər və yaxud da istihadə qanı deyirlər. O da ki, damardan gələn qandır. 15 gün tamamlandıqdan sonra qadında o qan gələrsə, artıq %100 bilinir ki, bu heyz deyil, damar qanıdır. Boşluqdan, damar boşluğundan baş verən qandır. Onda neyinir? Təmizlənir, qusuzat heç nə düşmür. Dəstəmazad namazını qalır. Bəzən baxırsan ki, daimi gəlir, onda artıq nədir? Zəruriyyətdir. Qadına artıq dəstəmazad qıla bilər, qanı fikir verməməlidir. Qısa olaraq bunlardan nədir? Xəbər. Sonra gətirir ki, şeyx الحكمة وذائل الولد وهذا كانت المرأة إذا حملت لا تحيد لأن دم ينصرف بإذن الله إلى تغذية الولد من أي طريق يأتي الولد. Yaxşı, bir dənə belə sual çıxır. Qadın hamilə olduğu zaman niyə heyz olmur? Heyz olmalıdırsa, bu qan hara gedir? Bu qan hara gedir? Ona görə şeyx cavab verir ki, bu bir Allah Subhanahu wa Taala'nın hikmətindəndir ki, o elə bir şeydir, hansı ki, dolaşır göbək tərəfə, bağırsağın içinə daxil olmamaq şərti ilə. Göbək boşluğunda uşaq ondan qidalanır. Qanla yox. Sadəcə nədir? Başqa bir şeylə. Bilir ki, uşağa ana bətnində ağızdan yemir də, göbəkdən yeyilir. Yəni, elə bir şey edib ki, Allah Subhanahu Taala onu ona qidalanır. Təsəvvür elə. Yəni ki, bu çox dəhşətli bir şeydir. Gətirir ki, min tariki surra
Surra göbək deməkdir. Göbək yolu ilədir. Fəyədxul ilə cəvfi boşluğa daxil olur. Göbək yolu ilə boşluğa, qarın boşluğuna daxil olur. Və yəntəşir fil uruq və deyir o damarlarda yayılır. Damarlarda tamamilə yayılır. Və yədxul fi əm'ayi və deyir nədir? Lakin deyir və lə yədxul bağırsağa daxil olmur. Qan boşluqlarında yayılır, qarın boşluğundakı olan o damarlarda yayılır, lakin deyir bağırsağa. Bağırsağa daxil olsa məcburi nə olmalıdır o? Bir yerə çıxmalıdır. Allahın hikmətindəndir ki, bax fikir verdi. Bax heyvan kəsənlər də hamısı görür ki, yəni ki, heyvanın məməsini kəsəndə, bax təmizləyəndə baxsan qan gəlir. Amma o süd hardan gəlir? Fikir versən. Yəni Allah Subhanahu və Teala elə yaradı ki, hamısı yan-yanadır ha. Amma bir dənə bir-birinə qarışmır. Yəni bu da elə bir şeydir ki, bağırsağa daxil olmur, xüsusi bir damarlarla daxil olur, uşaq boşluğuna ondan qidalanır deyir o. Və lakin min hikmətillah, lakin də bu Allahın hikmətindəndir ki, ən-nəsara hamlu yetəğəzzə bi vasitəti həzə surra. Yəni hamil, yəni daşıyıcı, yəni hamilə olan bu şeylə deyir, bəslənir. O surra, o göbək vasitəsilə deyir, nədir? Bəslənir. Kənnəhu cuzun min ummi. Elə bilgilən ki, ananın deyir, bir hissəsidir. Anadan olan bir hissədir. Və zəmin inayətillah, bu Allah Subhanahu və Teala'nın ona olan yardımı və köməyidir. Və buna deyir, işarə olaraq Quranda ayə var. İşarə olaraq deyir ki, yaxlukum fi butun. Allah Subhanahu buyurur, yaxlukum fi butun ummahatikum. Xalqan min ba'di xalqin fi zulmat salis. O sizi analarınızın bətnində, bax, analarınızın bətnində üç zülmət içərisində yaranış ardından yaranışa salaraq yaradır. Yaranış ardından yaranışa salaraq yaradır. Yəni bu üçdən də biridir. Yəni ki, təhsilçilər gətirir, işarədir ki, yəni o cür şeylə nədir? Qidalanır. Sual çıxır ki, yəni buna qiyas olaraq misal çox gətirmək olur. Məsələn deyir hava. Uşaq deyir havanı hardan alır orada? Fikir verin. Söhbət təmiz havadan gedir ha. Yəni təmiz hava necə alır? Ana vasitəsilə alır. Xeyr, ana öz nədir? Ciyarına doğru alır onu. Yəni fikir versən, Allah Subhanahu elə yaradıbdır ki, deyir onu, bu hikmətdəndir. Onu da ondan qidalandırır. Onu da hava şeyindən, yəni ora yəni baxanlar üçün şeyx gətirir ki, anlayanlar üçün böyük hikmətlər var. Böyük hikmətlər var. İmini ana bətnində inkişaf üçün böyük hikmətlər var. Bu da deyir, heyzin deyir, gəlməmə səbəblərindən nə idi? Biridir. Sonra hədisi gətirir, iki hədisi gətirir ki, Bəbul əmri bin nufəsəi idən nufisinə. Heyz olan qadınlara əmr etmək. Heyz olan qadınlara əmr etmək. Belə bir babakır. Ayşə radiyallahu anh gələn hədisdə deyir ki, xaracnə lə nərə illəl həcc. Deyir, həcc əmirlərini yerinə yetirmək üçün çıxdıq. Və yaxud da ki, həcc etmək məqsədi ilə çıxdıq. Yola çıxdıq. Necə olur? Başa düşmək? Başa düşə bilərsiniz. Fələmmə kunnə bisərif. Sərifə çatdıqda sərif haradır? Sərif elə bilginən ki, Məkkiyə 11 kilometr qalmışdı. Sərif Məkkiyə 11 kilometr qalmış nədir? Yerdir. Xüsusi bir yerdir. Hittu. Aşağıdan deyir ki, mən artıq orada heyz oldum. Fədəxələ aliyyə Rasulullah sallallahu aleyhi və sələm və ənə əbki. Mən deyir, ağladığım halda Allah Rasulü sallallahu aleyhi və sələm içəri daxil oldu. Artıq ağlayırdım. Səbəb yəni həcc eləyəməyəcəm də, ağlayırdım. Qalə məlləki ənfisti. Deyir, nə oldu sənə? Yoxsa heyz olmuşsan, heyz olmuşsan, deyir. Qultu nəam. Dedim, bəli. Qalə Allah Resulü sallallahu aleyhi ve sellem dedi, İn həzə əmrun kətəballahu alə bənəti Ədəm. Bu deyir, Allah Subhanahu və Teala'nın Adəm qızlarına yazdığı bir yazı.
və əmr etdiyi bir işdir. Yəni bu baş verən olan bir şeydir. Faqdi ma yaqdil haccu gayra alla tatufi bil beyt. Deyir ki, həcc edənlər kimi həcci əmrlərini yerinə yetir. Lakin tavaf etmə. Baxın şərtə bax. Həcc edənlərin həcci kimi sən də əhkamlarını yerinə yetir. Lakin tavaf etmə. Tavaf etmə. Şeyx gətirir ki, burada əsasən deyir, qəsd olunan məsələlərdən biri qədər. Qədərin həm şəri qədər var, həm də nədir? Kövni qədər var. Bunu keçmişik. Şəri qədər odur ki, Allah Subhanahu və Teala şəriətdə əmr etdikləridir. Namaz qılmaq, oruç tutmaq və s. və ilə. Kövni qədər də odur ki, insanın levh-u məhfuzda olan baş verəndə, o da %100 baş verəcək. Buna Qurandan ayələr, dəlillər nədir? Çoxdur. هذا الحديث فضيلة عائشة رضي الله عنها حيث بكت لخوفها أن يفوتها ما يفعله الحج لأنها رضي الله عنها كانت متمتعة معتمرة فلما جاءها الحيض عرفت أنه لا يمكن أن يطوف بالبيت فبكت ذلك فدخل عليه رسول الله صلى الله عليه وسلم مالك أنفسي والمراد بالنفس هنا حيض يعني أحدي. Deyir ki, Ayşə radiyallahu anh fəzilətindəndir ki, artıq ibadətin eləyə bilməyəcəyi, yəni tavafın eləyə bilməyəcəyi halı ağlayır. Ki, yəni ki, artıq nədir? Üzülür, heyfslənir. Yəni bu da onun üstünlüyündən, bu da onun nədir? Təqvalı olmağından nədir? Xəbər verir. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm soruşdu ondan, o da deyir, bəli, edə bilməyəcək, heyz olduğunu bildirir. Yəni, Allah Rasulunun orada deməyi ki, tavafdan başqa bütün əhkamları yerinə yetir. Burada həccə gedənlər bilir də, orada var, Müzdəlifəsi var, sonra Minası var, Cəmarat var, daş atmayı 3 gün orada var. Yəni, burada Arafa var. Əhkamlar çoxdur. Lakin onları yerinə yetir. Bir dənə tavaf. Tavaf da ki, burada görünür ki, tamattu həcc edibdir. Tamattu həccində də yəni tavaf da var, səy də var. Tavaf da var, səy də var. Demək, tavaf olmadığı halda nə də olmayacaq? Səy olmayacaqdır. İstinbatı çıxartdınız. Yəni ki, tavafı etməyəndən səy necə eləyəcəksən? Demək, birinci tavaf gəlir, ümr edənlər birlə, sonra nə gəlir? Səy gəlir. Demək, burada Peyğəmbər sallallahu aleyhi və səlləmin deməməyi ki, səy etmək, yəni ki, burada deyir, nədir? Ehtiyac yoxdur, yəni anlamaq lazımdır ki, də artıq tavafdan sonra nə gəlir? Səy gəlir. Tavaf olmadığı halda da səy olmur. Sağ ol. Lakin deyir, bəzi alimlər deyir ki, yerini dəyişə bilərsən. Yerlərini dəyişə bilərsən. Allah Şeyx Hüseymin Rahiməhullah deyir ki, bu deyir, nədir? Çox zəif bir şeydir, mümkün deyil. Çünki bir-birini, o nədir? Əhkamdır. Özü vacib olan əhkamlardan da birisi istəyir, ümrədə olsun, özü ardıcıllıqla olan bir şeydir. Bəzi şeylər ola bilər. Öncəki dərslərdə də keçdik ki, həcc məsələsinə qurbanı biraz tez kəsir və yaxud da ki, başını biraz tez qıtır. Yəni ki, burada deyil, icazəlidir. İcazəli bəzi şeylər, amma xüsusən əhkamlar ki, gəlir, vaciblər. Bunlar nədir? Ardıcıl olan bir şeydir. Buna görə də deyil, artıq orada nə yoxdur? İcazə yoxdur. Və bəzi uləmə ilə dəlik və qali yumkin fi umrətə ən tuqaddimə sə'i fi tavaf. Yəni deyir, buna görə bu şey deyil də, lakin deyir, bu da deyir, nədir? Bu mümkün olmayan bir şeydir və buna dəlil yoxdur. Fələ yəcuzə əbədən illə bə'də tavafin nusuk. Və ləulə ənnə Nəbiyyə sallallahu aleyhi ve sellem rəccəhə linnəs fi yevmi idə ən yuqaddimu sə'yə alə tavafi fi həcci ləkənə əydən məmnu'an. Yəni sə'yə tə'mül li-tavaf. Çünki deyir, belə olsaydı Peyğəmbər sallallahu aleyhi ve sellem bu haqda nədir? Deyərdi. Ki, yəni ki, belə. Lakin tavaf etdiyi halda heyz baş verərsə səy edə bilər, yoxsa yox? Sual çıxır.
Deyir ki, وَعَلَى هَذَا فَإِذَا حَادَتِ الْمَرْأَةُ Əgər deyir, qadın deyir, heyz oldusa. وَقَدْ أَحْرَمَتْ بِعُمْرَةٍ نَقُولْ اِفْعَلِ مَا يَفْعَلِ الْمُعْتَمَرِينَ غَيْرَ أَلَّا تَطُوفِ بَيْتٍ Əgər deyir, bax bunu mühümdür, həc vaxtı baş verə bilir. Əgər deyir, qadın bu şey baş verdisə də, ona deyir, bütün əhkamları deyin, yerinə yetirsin, lakin tavafla səydən başqa gözləyir, təmizlənir, sonra tavafla səy eləyir, ondan da baş qırılır. Sizdə ən axırda da o gəlir də. Tavaf, səy, baş qırılır, ondan da bitir. Tamamlanır, bitir. Yəni bu adi bir şeydir, bu baş verən bir şeydir. Bütün əhkamları yerinə yetirir, ora gəldikdə nədir? Dayanır. Lakin ennel mer'ate ba'de enhet tavafet tavafı deyib bitirdikdən sonra baş verdi ki, onda nədir? Heyz baş verdi. Gördü ki, nədir? Heyz baş verdi. Ona səy etmək icazəlidir. Səy etmək olar. Çünki deyir, birinci əsas əhkamdan sonra tabe olur deyir bu. Bu tabe olduğuna görə deyir, bu artıq nədir? O bir əhkamların hökmünü daşıyır. İcazəlidir. İcazəli. Fəinnə fi hədəl haləti təs'a. Bu halda deyir, artıq nə edə bilir? Səy eləyə bilir. Və la harac. Burada problem yoxdur. Lakin tavafdan öncə baş versə, eləyə bilmir. Aynı oldu, eləyə bilmir. Lakin tavafdan sonra artıq nədir? İcazəlidir. Və yəcuzəhə bə'də inhə səyi ən təmkusə fi məs'a. Yəni deyir, orada hansı ki, o yerləşdik dedikdə həmən o səy tərəfə deyir, tavafdan səy tərəfə yerləşə bilər, yəni gedə bilər. Liənnəhu lə yu'tabaru minəl məscid. Çünki deyir, o deyir, məsciddən deyil, məsciddən qıraqdadır. Hökm bildin? Demək, məscidin içərisində olduğuna görə heyz haqqında daxil ola bilmir. İstinbatı başa düşdünüz olar. Ayrıca, məsələ heyzdir deyə deyil. Məscidə görə, Kəbəyə görə. Səy məsciddən qıraqda olduğuna görə. Amma bütün əhkamlar da hardadır? Qıraqdadır, biz bilək, Müzdəlifə qıraqdadır, Arafa qıraqdadır, Mina qıraqdadır. Həcdə olanlar bilir də, qardaşlardan həcdə olanlar, onlar qıraqdadırlar. Gəldin, tavaf etdin, heyz baş versə problemi yoxdur artıq. Çünki hamısı qıraqdadır. Sahilə gəlir, içindədir məscidin. Amma məscidin qırağına aiddir, Kəbəyə aid deyil. Sən xüsusi bir yer veriblər də, belə deyək, səy olan yerdə tavaf eləyə bilərsən, hökm bildiniz, qayda budur. Tavaf olan yerdə birinci, ikinci mərtəbə icazəli hansı ki, Kəbənin hökmünə, hüququna daxil olan yerlərdə heyzli qadın ola bilməz. Lakin tavaf eləyə bilməz də təbii ki. Qırağa çıxdısa demək, səy nədir? Məsciddən qıraqdadır, kənardadır. Olduğuna görə artıq deyir, hökmü nədir? İcazəlidir. Hökmü icazəlidir. Və ona görə də deyir, sonra deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm orada qadınlar üçün bəqara kəsdi. İnək kəsdi və bu da deyir, bir yolu görsətdi, yəni bayramlıq yolunu ki, belirlə. Buradan da 7 nəfərə deyir, icazəlidir nə eləmək? Bir inəyi kəsmək. Bax, inək kəsdi. Bəqara. Bəqara, inək nədir? Dişidir ki? İnək kəsdi. Və ona görə də bəzən məsələni şişirdirlər, erkək olmalı üçün elə bir şey deyilən şey yoxdur. Peyğəmbər sallallahu aleyhi və səlləm neynədi? Bəqara. Bax, hədisə görə necə keçir? Deyir ki, وَضَحَّى رَسُولُ اللّٰهِ sallallahu aleyhi və səlləm عَنْ بِالْبَقَرِ وَضَحَّى Dəhə nədir? Qurban etdi, kəsdi. Kimlər üçün? Öz qadınlar üçün nə? Bəqara, inək. Və ona görə də yəni, məsələ bəzən rafizlər kimi şişirdirlər ki, erkəkdən başqa heç nə olmaz, dişidən qurban olmaz. Qəti şəkildə bu. Əslində dişidən qurban kəsmək özü nədir? Sünnədir. Sünnədir. Ona görə bu sünnəni tətbiq etmək lazımdır. Bütün heyvanlara. Bütün heyvanlara. Bəli. Burada kifayətlənməyə Allah Subhanahu bizə faydalanlardan etsin. Subhanakallahumma hamdika əşhadu an la ilaha illa ente estağfiruke və etûbü ileyk.